Salam, hər vaxtınız xeyir. Coğrafiya güvən test toplusu yeni bir bölməyə başlayırıq. Üfüqün cəhətləri, azimut, nisbi və mütləq hündürlük, horizontallar. A qrup test tapşırıqları. Sual 1. Turistlər cənub istiqamətində 10 km yol getdikdən sonra 90 dərəcə azimutla 10 km-də yol getdilər. Onlar ilkin məntəqəyə ən qısa yolla hansı istiqamət və azimutla qayıtmalıdırlar? Deməli, əvvəlcə biz cənub istiqamətini çəkəcəyik. Cənub istiqamətində gediblər 10 km. Onu da yazaq. 10 kilometr. Sonra 90 dərəcə azimutla 10 kilometrdə yol getdilər. Yəni şərq istiqamətində gediblər. Çəkirik. Bunu da 10 kilometr. Geriyə ən qısa yolla təbii ki, bu yoldan qayıdacaqlar. Bu da hansı istiqamətə uyğundur? Şimal-qərb istiqamətinə dərəcə ilə desək 315 dərəcəlik azimutdur bu. Bu yolla geri qayıtmalıdırlar. Yəni bir də doğru cavab olacaq C variantı. 2-yə baxırıq. 45 dərəcə azimutla 2 km hərəkət edən turistlər əvvəlki məntəqəyə ən qısa yolla hansı istiqamətdə qayıtmalıdırlar? Deməli, 45 dərəcəlik azimutla hərəkət ediblər. Onlar geriyə ən qısa yolla təbii ki, əks istiqamətdə qayıtmalıdırlar. Bu da hansı istiqamətə uyğundur? Təbii ki, cənubi-qərb istiqamətinə uyğundur. Dərəcə ilə desək, bu 225 dərəcəlik azimuta uyğundur. Bunu hesablama ilə necə tapa bilərik? Təbii ki, 45 dərəcənin üzərinə 180 dərəcə gəlməklə. Əgər dərəcə 180 dərəcədən kiçikdirsə, biz həmin dərəcənin üzərinə 180 gəlirik. 180. Bu da bərabərdir 225 dərəcə. Deməli, 225 dərəcəli istiqamətlə, azimutla geri qayıtmalıdırlar. Bu da cənub-qərb istiqamətinə uyğundur. Yəni, hansı istiqamətdə gediblərsə, əks istiqamətdə də geri qayıtmalıdırlar. Cavablara baxırıq. 2-də doğru cavab C variantıdır. 3-ə baxırıq. Azimut bucağı 180 dərəcədən böyük olan üfüqün aralıq cəhətlərini müəyyən edin. Deməli, 180 dərəcədən böyük olan aralıq cəhətlər 225 dərəcədir. Bunu bayaq da tapdıq. 225 dərəcə cənubi-qərb istiqamətidir. Cənubi-qərb istiqaməti. Sonra var bir də 315 dərəcə. 315 dərəcə isə şimali-qərbdir. Şimali-qərb. Cavablara baxsaq, D variantı uyğundur. Cənubi-qərb, şimal-qərb. Deməli, doğru cavab oldu D variantı. 3-də. Keçdik 4-də. Üfüqün əsas cəhətlərinin azimutları. Bu asan sualdır. Əsas cəhətlərin azimutları təbii ki 90 dərəcə, 270, 180 və 360-dır və ya 0-dır. 4-ün deməli doğru cavabı oldu C variantı. 5-ə baxırıq. 135 dərəcəlik azimutla 3 km hərəkət edən səyyahlar əvvəlki məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətlə qayıtmalıdırlar? Deməli, yenə çəkək 135 dərəcəlik azimut budur. Onlar əvvəlki məntəqəyə əks istiqamətdə qayıtmalıdırlar. Bu da hansı istiqamətdir? Təbii ki, istiqamət olaraq şimali qərbin istiqamətidir. Azimutla desək 315 dərəcə. 315 dərəcə. Yəni bu istiqamətdə geri qayıtmalıdır. Yəni hansı istiqamətdə gedirlərsə, ona əks istiqamətdə geri qayıdırlar. Tutaq ki, 90 dərəcəlik gediblərsə, əks istiqamətdə geri qayıtmalıdırlar. Yəni istiqamətləri bilsəz asandır. Hesablama ilə yenə necə tapırıq, onu da qeyd edim. Bunun üçün yenə dərəcə 180-dən kiçik olduğuna görə biz 135-in üzərinə gələcəyik 180. Əgər belə tapa bilməsəz, bu yolda var yəni. Bu daha asan yolda, amma bunu yadda saxlasanız, bu çox asandır. Yəni hansı istiqamətə gediblərsə, o əks istiqamətdə geri qayıdacaqlar. Əgər istiqamətləri yaxşı bilsəz, bu daha asan variantdır. Hesablama işindən. Deməli, bu da edəcək 315 dərəcə. Cavablara baxırıq. 5-də doğru cavab oldu B variantı. 315 dərəcə şimal-qərb.
6. Cənub-şərq cəhətinin azimutunu müəyyən edin. Cənub-şərq cəhəti budur. Azimutla isə bu 135 dərəcədir. Yəni 6-da doğru cavab B variantıdır. 7. Sxemdə obyekt hansı istiqamət və azimutda yerləşmişdir? Baxırıq, bu cənubi şərqdir istiqamət olaraq, azimut olaraq bayaq dedik 135 dərəcədir. 7-də doğru cavab Y variantıdır. Keçdik 8-ci suala. Azimut bucağı 175 dərəcə olarsa, geriyə hansı azimutla hərəkət etməliyik? Yenə dərəcə 180-dən kiçik olduğu üçün biz nə edəcəyik? 175-in üzərinə gələcək 180 dərəcə. O da bərabərdir 355 dərəcə. Deməli, 355 dərəcəlik azimutla biz geri qayıtmalıyıq. 8-in doğru cavabı olacaq A variantı. 9. 85 dərəcə azimutla 3,5 km hərəkət edən müşahidəçi əvvəlki məntəqəyə ən qısa yola hansı azimutla geri qayıtmalıdır? Yenə dərəcə 180-dən kiçik olduğu üçün 85-in üzərinə gələcək 180-i. O da edəcək 265. 265 dərəcə ilə biz geri qayıtmalıyıq. Cavablara baxsaq, 9-da doğru cavab A variantıdır. 10. Məhəldə üfüqün cəhətlərini təyin etmək üçün hansı alətdən istifadə olunur? Təbii ki, kompasdan istifadə edirik biz məhəldə. Deməli, onun doğru cavabı oldu A variantı. Bunlar asan suallardır. 11. Səyahətçi gecə vaxtı yol gedərkən qütb ulduzunu önündə görürsə, o hansı istiqamətdə gedir? Deməli, qütb ulduzu daim şimal qütbü üzərində göründüyünə görə, əgər həmin yol gedənin, yəni səyahətçinin önündə görsənirsə, deməli, o şimal istiqamətində gedir. Şimal istiqamətində. 11-in doğru cavabı olacaq Y variantı. 12-yə baxırıq. 100 dərəcə azimutla gedən səyyah hansı azimutla geri qayıtmalıdır? Təbii ki, nə edəcək? Yenə 100-ün üzərinə 180 gələcək. Niyə? Çünki dərəcə 180-dən kiçikdir. Üzərinə gəldik, o da oldu 280 dərəcə. 12-də doğru cavab deməli C variantıdır. 13. 22,5 dərəcə azimutla hərəkət edən səyyah yenə ən qısa yolla hansı istiqamətdə geri qayıtmalıdır? Deməli, nə edəcəyik? Burada bizdən istiqaməti soruşur. Bunun üçün güvən vəsaitindən bu istiqamətlərə dair səhifəni açıb orada izah edeyim, daha aydın olsun sizə. Baxın, bunu deyirəm. Deməli, adətən abituriyentə bu dərəcələr düşmür. Daha doğrusu, yəni belə düşmür də ümumiyyətlə. 45 dərəcə düşür, 90 düşür. Amma belə 22,5 dərəcə düşmür. Amma yenə də bilməyiniz yaxşıdır. Deməli, 22,5 dərəcə şimal-şimal-şərq istiqamətidir. Niyə görə? Çünki şimalla şimal-şərq arasında yerləşir. Yəni 0 dərəcə ilə 45 dərəcənin ortasında yerləşdiyi üçün dərəcə ilə qiyməti 22,5-dir. Yəni 45-in yarısı. Bu istiqamətlə gedən səyyah geriyə ən qısa yola təbii ki, əks istiqamətdə qayıtmalıdır. Əks istiqamətdə budur. 202,5 dərəcə cənub-qərb istiqamətinə uyğundur. Yenə bunu hesablamış ilə necə aparırıq? 22,5-in üzərinə 180 gəlir. Niyə? Çünki yenə 180-dən kiçikdir dərəcə. 180 gələndə edir 202,5. Bu da cənub-qərb istiqamətinə uyğundur. Niyə cənub-qərb? Çünki cənub istiqaməti ilə cənub-qərb istiqaməti arasında olduğu üçün cənub-qərb istiqaməti verilib. Yəni, hər dəfə başlanğıc əsas istiqamətin adı götürülür. Cənub, cənub-qərb və ya burada qərb, cənub-qərb. Baxın, niyə? Çünki qərb istiqaməti ilə cənub-qərb istiqaməti arasında olduğu üçün qərb, cənub-qərb. Sonra baxın burada cənub, cənub-şərq, şərq, cənub-şərq. Yəni yenə deyirəm, abituriyentə bunlar düşmür.
bu istiqamətlər düşmür. Amma yenə də bilməyiniz kifayətdir və ya miqə hazırlaşanlar baxa bilər bu. Çünki onlara uyğun sualdır bu. Bunlar. Deməli, 13-də deməli doğru cavab hansı oldu? 13-də doğru cavab cənub-qərb istiqamətində geri qayıtmalıdır. B variantı. 14-də baxırıq. Kəsmə yüksəkliyi 20 metr olan sxemdə M məntəqəsinin mütləq hündürlüyünü müəyyən edin. Yenə bizə kəsmə yüksəkliyi verilib. Sondakı horizontalın qiymətini bilirik. Belki ştrixlərə baxırıq. Belki ştrixlər əgər xaricə yönəlibsə, deməli bu təpə və ya dağdır. Ona görə biz yuxarıya doğru getdikcə hündürlük artacaq. Kəsmə yüksəklikdə 20 metrdir. Gəlin baxaq. Bura 60-dırsa, bura olacaq 80. Bu horizontalın qiyməti olacaq 100. Bu horizontalın da qiyməti olacaq 120. Yəni 20-20 artacaq. Niyə? Çünki hündürə doğru qalxırıq. Deməli, N-in mütləq hündürlüyü oldu nə qədər? 120. 14-də doğru cavab oldu D variantı. Sual 15. Kəsmə yüksəkliyinin 25 metr olduğu sxemə əsasən A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Deməli, kəsmə yüksəkliyi 25 metrdirsə, biz ilk öncə daxili horizontalın qiymətini tapmalıyıq. Daxili horizontalın qiymətini necə tapacaq? Daxili horizontalın qiyməti kəsmə yüksəkliyi, yəni 25-ə bölünən 17-dən böyük olan ilk ədəd olmalıdır və qalıqsız bölünməlidir. Niyə 17-dən böyük? Çünki biz belki ştrixlərə baxırıq, görürük ki, bunlar daxilə doğru çəkilib, yəni çökəklikdir bu. Çökəklik olduğu üçün kənara getdikcə hündürlük artmalıdır. Ona görə 17-dən böyük 25-ə qalıqsız bölünən ilk ədəd olur 25-in elə özü. Bura olacaq 25, bura olacaq 50. Tapdıq. A-dan keçən horizontalın qiyməti deməli olacaq 50. Yəni 15-də doğru cavab oldu B variantı. 16. Məhəldə nisbi hündürlüyü hansı alətlə təyin edirlər? Biz məhəldə nisbi hündürlüyü nivelir adlanan alətlə təyin edirik. Yəni 16-nın doğru cavabı B variantıdır. 17. Şimal-şərq və cənub-şərq cəhətləri arasındakı dərəcə fərqi. Deməli, şimal-şərqin azimutu nə qədərdir? 45 dərəcə. 45 dərəcə. Cənub-şərqin azimutu nə qədərdir? 135 dərəcə. Yəni, biz 135 dərəcə ilə 45 dərəcənin fərqini tapmalıyıq. Bizdən fərqi soruşur dərəcə qiymətləri arasında. Bu da edir 90 dərəcə. Deməli, 90 dərəcə fərq var. 17-də doğru cavab C variantı. Keçdik 18-ci suala. Kəsmə yüksəkliyinin 15 metr olduğunu bilərək K məntəqəsinin mütləq hündürlüyünü tapın. Yenə biz daxili horizontalın qiymətini tapmalıyıq ilk öncə. Yenə qaydaya əsasən daxili horizontalın qiyməti 325-dən böyük 15-ə qalıqsız bölünən ilk ədəd olmalıdır. Niyə 325-dən böyük? Yenə baxırıq, çünki bu çökəklikdir. Belki ştrixlər daxilə doğru çəkilib. Ona görə 325-dən böyük 15-ə qalıqsız bölünən ilk ədədimiz neçə olacaq? 330 olacaq. 330 15-ə həqiqətən də qalıqsız bölünür. Sonra 15-15 artacaq. Deməli, bura 330-dursa, bura olacaq 345. Yenə 15-15 artacaq. Bura olacaq 360. Burada olacaq 375. Yəni 15-15 artırırıq. K-nın deməli qiyməti oldu nə qədər? 375 metr. K-dan keçən horizontalın qiyməti. 18-də doğru cavab deməli oldu B variantı. 19. Sxemdə təpənin nisbi hündürlüyünü və ən az meyilliyə malik olan yamacını müəyyən edin. Nisbi hündürlük nədir? Zirvə ilə ətək arasındakı fərqdir.
Meyilliliyə, az meyillilik deyir bizdən. Əgər horizontallar bir-birindən uzaq çəkilibsə, yəni horizontallar arasındakı məsafə çoxdursa, deməli bura az meyillidir. Əgər horizontallar bir-birinə çox yaxın yerləşibsə, deməli bura daha dikdir, daha meyilli ərazidir. Ona görə bizdən ən az meyilli olanı soruşursa, biz cənub-şərq istiqamətinə baxırıq. Həqiqətən də cənub-şərq istiqaməti daha az meyillidir. Niyə? Çünki horizontallar arasındakı məsafə daha çoxdur. Yəni burada meyillilik azdır. Baxırıq variantlara. D variantında, bir də Y variantında cənub-şərq göstərilib. Bizdən nisbi hündürlüyü də istəyir. Nisbi hündürlüyü 311 metr ola bilməz. Niyə? Çünki ən hündür elə mütləq hündürlük baxırıq 171 metrdir də. Yəni 171-dən böyük ola bilməz axı. Yəni məntiqlə baxanda D variantı daha uyğundur. Amma digər üsulla necə tapa bilərik? Baxırıq kəsmə yüksəklik bura 160-dırsa, deməli burada 170 ola bilər. Ola bilər deyilir, amma yenə də dəqiq onu deyə bilmirik. Amma baxırıq, yəni 165 metr ola bilməz kəsmə yüksəkliyi. Niyə görə? Çünki bura 160-dırsa, bura 165-dirsə, biz 171-ə yaxın bir horizontal daha keçirdə bilərdik. Yəni ona görə kəsmə yüksəkliyi 5 ola bilmir. Amma 10 götürə bilirik. Deməli bura 160-dırsa, bura 170-dir. Sonra getdikcə aşağı düşürük. Çünki vergişdirik kənara doğru çəkilib. Ona görə yəni bu təpədir. Bura 160-dırsa, bura olacaq 150, burada olacaq 140. Sonra 171-dən 140-ı çıxarıq, edər 31 metr. Yəni məntiqlə də tapa bilirik, hesablama qaydası ilə də tapa bilirik. 19-un doğru cavabı D variantı olacaq. Bu videonun sonuncu sualına baxırıq. Sxemə əsasən kəsmə yüksəkliyi tapın. Kəsmə yüksəkliyi biz necə tapırıq? Biz baxırıq 60-dan 15-i çıxırıq. Horizontalların qiymətlərini çıxırıq. 60 çıxılsın 15. O da bərabərdir 45-ə. Sonra horizontallar arasındakı məsafələrin sayına bölürük. 1, 2, 3. Aradakı boşluqları sayırıq. 1, 2, 3. 3 boşluq var. Ona görə biz 45-i bölməklə 3-ə taparıq biz kəsmə yüksəkliyinin qiymətini. 45-i də 3-ə böləndə edəcək 15. Cavablara baxarıq. 20-də doğru cavab B variantıdır. Bu videoluq bu qədər. Gələn videolarda görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm.